Bugün biz salat eləmişik. Qırmızı kələmlə, qara gavalı, rəngli bibərlər, kök, pişmiş fili, cəfəri. İndi biz buna mayonez də qatacaq. Olacaq belə çox qəşəng dadlı bir dənə salatımız. Duz istivot vuracağım. Bir də mayonez vuracağım. Çox belə qəşəng dadlı. Yəni bir dəqiqə. Qarışdırın. Amma uşaqlar yadınızda qaldı da mən necə elədim? Birinci qırmızı kələm ayrı qoymuşdum, duzladım ki, biraz yumuşalsın. Qırmızı kələm biraz köbut olur. Ona görə qabaqcadan ayrı duzladım, qoydum. Biberlər də çox qəşəng nazik doğradım. İndi qoyacağım qaba. Qəşəng belə salatımız demək olar hazır. Qəşəng. Suxari yox, suxari o birisinə vurulur. Buna? Onu da başa salacağım sizə. Belə. Bu belə rəngbərəng salatımız oldu. Qara gavalımız hardadır. Siz buna dekor da vura bilərsiniz belə. Zövqünüzə uyğun. Bu hazır. Bir də bizim ikinci salatımız var.